Salam, hər vaxtınız xeyirli olsun. Deməli, bugün sınaq 30-un izahını verəcəyik. Nərgiz Nəcəf 250 sınaq test toplusundan. Əvəzlik mövzusu bilirik ki, böyük mövzudur və əvəzliyin birinci mövzusu personal pronouns, şəxs əvəzlikləri mövzusundan başlayacağıq. Çünki elə burada da sınaq 30, ilk sınağı, əvəzliyin ilk sınağı şəxs əvəzlikləridir. Biz keçən il YouTube kanalımızda sınaq 34, səhv eləmirəmsə 34, 54, 60 bu kimi sınaqları izah etmişik. Onlarda həmin sınaq izahlarında ətraflı şəkildə qaydanı və test izahlarını sizə təqdim eləmişik. Amma bu yaydan etibarən qərara gəldik ki, artıq əvəzliyin bütün sınaqlarını, hətta imkan olduqca bütün Nərgiz Nəcəf 250 sınaq test toplusunun bütün sınaqlarını sizlərə YouTube kanalında təqdim eləyək. Sınaq 30 ilə başlayırıq. Uzatmadan keçək mövzuya. Testləri izah etməmişdən əvvəl personal pronouns mövzusunun qısa dəqiqə yarımlıq qayda izahını sizlərə təqdim edəcəm. Ondan sonra keçərik testlərin izahına. Deməli, personal pronouns, yəni şəxs əvəzlikləri iki yerə ayrılır. Adlıq hal və obyekt hal. Adlıq haldan danışaq. Adlıq hal cümlədə mübtəda vəzifəsində çıxış edir. Bilirsiniz ki, ingilis dilində cümlə mübtəda xəbər ardıcılığı ilə başlayır. Mübtəda vəzifəsində əgər əvəzlik işlənəcəksə, bu adlıq hal olmalıdır. Adlıq hal aşağıda burada nümunələr verilib, qarşısında da tərcümələr qeyd olunub. Təbii ki, bunu siz əzbər bilməlisiniz. Mübtəda vəzifəsində çıxış edir. Adlıq hal aşağıdakı nümunələrdən də görə bilərik. She is a student. Burada mübtəda she-dir, xəbər is-dir və mübtəda vəzifəsində olduğuna görə she verilib. Yəni adlıq hal verilib. Aşağıdakı nümunədə də he is, he mübtədadır, is xəbərdir və mübtəda vəzifəsində he adlıq hal verilib. Yəni adlıq hal qısası sadə bir cümlə ilə izah edəsək, çox sadədir əslində. Cümlədə mübtəda vəzifəsində adlıq hal işlənir. Şəxs əvəzliklərindən adlıq hal işlənir yəni. Obyekt halı isə tamamlıq vəzifəsində işlənir. Bilirik ki, mübtəda xəbərdən sonra varsa əgər cümlədə tamamlıq gəlir və əsasən tamamlıq vəzifəsində işlənən hal obyekt halıdır. Yəni bu gördüyünüz bunlar obyekt halı hesab olunur. Qarşısında da tərcümələri qeyd olunub. Bunlar cümlədə tamamlıq. Tamamlıq da bilirik ki, xəbərdən dərhal sonra gəlir. Yəni məsələn burada birinci cümlədə cannot hear. Bu bizim xəbərimizdir. Xəbərdən sonra gəlib you. You həm adlıq, həm də tamamlıq obyekt halı olduğuna görə çaşdıra bilərsiniz ki, you adlıqdır yoxsa obyekt. Hər ikisi. Bəzən belə hallar var. Məsələn, her. Bu gördüyümüz her həm asılı forma, həm də obyekt halı ola bilər. Bunu hər testə görə istədiyimiz formada işlədə bilərik. İndi burada məsələn you obyekt halıdır. Niyə obyekt halıdır? Çünki əvvəlində cannot hear, xəbər var və ya fail var, hear var, fail var. Faildən sonra obyekt halı gələcək və ya burada them. Them burada obyekt haldadır. Çünki əvvəlində now fail var. Faildən sonra obyekt hal gəlir və bu da obyekt halın ən əsas işlənməli olan vəzifələrindən biridir və ya digər iki nümunədə göründüyü kimi sözünülərdən də sonra, məsələn, for burada sözünüdür, with burada sözünüdür, sözünülərdən sonra da şəxs əvəzliklərinin obyekt halı gələcək. Bu qədər. Məncə çox sadədir, çox anlaşılandır. Burada qəliz və ya xüsusi bir məsələlər yoxdur. Keçək test üzərinə izah edək. Deməli, sualların izahına başlayırıq. Birinci sualdan bütün sualları bacardığımız qədər izah eləməyə çalışacağıq. Biraz əvvəl izah elədiyim bu mövzunun təməl biliyi idi. Lakin indi sizə test üzərində daha rahat, daha asan olsun və vaxta qənaət baxımından xüsusi bir xırda bir metod olacaq ki, o metoddan həll edəcəyik. Məsələn, bu testləri həll etdikdə nöqtədən əvvələ baxırıq. Nöqtədən əvvəldə remember fail var. Təbii ki, faildən və ya sözünüdən sonra obyekt hal gələcək. Lakin xəbərdən əvvəl isə bilirik ki, mübtəda xəbərdən əvvəl işlənir təbii ki, nəqli cümlələrdə. Xəbərdən əvvəl isə nöqtələr qoyulubsa, deməli bu mübtədadır, mübtəda verməliyik və mübtədanın halı adlıq haldır. Onlar da siz artıq əzbər bilməlisiniz. Adlıq hal dedikdə hansı əvəzliklər başa düşülür? I, you, he, she, it və ya obyekt hal dedikdə me, you, her, him bu kimi əvəzliklər nəzərdə tutulur. Məsələn, burada üçüncü sualın nöqtədən əvvəl C gəlib, deməli fail gəlib. Faildən sonra obyekt hal verəcək. Burada isə mübtəda vəzifəsində olduğuna görə adlıq hal. Başlayaq suallara. Deməli, birinci sualda nöqtəmizdən əvvəl remember fail var, yəni obyekt hal verməliyik. C variantı I obyekt hal deyil. B variantı she obyekt hal deyil. A variantı he obyekt hal deyil. D variantı Z obyekt hal deyil. Bunlar adlıq haldır. Bu 4 variant adlıq haldır. Lakin Y variantında me isə obyekt haldır. Cavab Y variantı. İkinci sualda hər iki nöqtəmizdən əvvəl to sözünü gəlib. Bilirik ki, fail və ya sözünüdən sonra obyekt hal işlətməliyik. D variantındakı Z adlıq haldır. Y variantında she adlıq haldır. C variantındakı I da adlıq haldır. Cavab A və B qalır. İkinci nöqtədə də həmçinin obyekt hal verməliyik. A variantının ikinci tərəfi he adlıq hal olduğuna görə A variantı da yanlışdır. Cavabımız olacaq B variantı. Üçüncü sualda birinci nöqtəmiz mübtədadır. Mübtəda vəzifəsində adlıq hal işlətməliyik. Y variantındakı her obyekt hal olduğuna görə getdi. Digər 4 variant düzdür. Çünki she, they, he bunlar hamısı adlıq haldır. Təbii ki, burada mübtəda xəbər uzlaşmasına görə
D variantında ata bilərik. They cəmdədir, amma xəbərimiz is təkdədir. They are ola bilər, is ola bilməz. Ona görə D variantı da gedir. İkinci nöqtədən əvvəl isə feil var, see. Feildən sonra obyektal gəlir. Obyektal gəldiyinə görə B variantındakı she yanlışdır, she adlı haldır. A və C variantı hər ikisi qrammatik baxımdan düz hesab olunur, amma tərcüməyə gəldikdə isə deməli burada actress qadın cinsinə məxsus olan isim olduğuna görə actor. Kişi cinsinə məxsusdur. Actress isə sonu əsasən ESS ilə bitən bəzi peşələr var ki, onlar qadın cinsinə məxsusdur. Təbii ki, burada artıq biz he verə bilmərik və ya him verə bilmərik. C variantı da gedir. Cavab A variantı. Dördüncü sualda nöqtədən əvvəl of sözünü gəlib, sözünü və ya feildən sonra obyektal gəlir. C variantındakı it's obyekt deyil, it's ya asılı ya müstəqil haldır. Daha doğrusu asılı və ya müstəqil formadır. Biz bunu növbəti sınaqlarda izah edirik və ya sınaq 34-də əvvəlki videolarımızda izah etmişik. Deməli, zeyr burada asılı haldır, biz obyektal verməliyik. Zey daha doğrusu adlı haldır, olmaz. Yəni obyekt deyil bunlar. Cavabımız qalır A və B variantı. Testlərdə adətən tipik test suallarında it və ya zem arasında qalırıq. Belə olduqda əvvəldəki qayıdırıq, əvvəldəki ismi axtarırıq. Həmin isim cəmdirsə zem B variantı veririk, yox təkdirsə it A variantı veririk. Belə tipik suallar çox düşür sınaqlarda, imtahanlarda. Nöqtədən əvvəl haqqında danışılan isim snake tək olduğuna görə biz də cavabı A variantı veririk və ya tərcümə ilə yoxlayaq. The snake is poisonous. Bu ilan zəhərlidir. I'm very afraid of it. Mən qorxuram onlardan, yəni zem yox. Ondan, it. Çünki əvvəldə biz ilandan söhbət eləmişik. Həmişə testlərdə obyektal olaraq əsasən və ya aslı ola bilər digər formalarda da belə bir hallar baş versin. It və ya zem arasında qalanda, deməli siz tək və ya cəm arasında qalmısınız. Ona görə əvvəldə haqqında danışılan ismi axtarın, tapın. Zaten burada bir dənə isim var, o da snake. Həmin isim cəmdirsə zem verin, yox təkdirsə it verin. 5-ci sualda, deməli 5-ci suala baxırıq ki, nöqtədən əvvəl yenə of sözünü var, sözündən sonra obyektal olmalıdır. She, he, they bunlar adlı haldır, getdi. Cavab qalır B və C variantı. Him kişi cinsi, her isə qadın cinsidir. Əvvəldə baxırıq ki, her son, onun oğlu qadın cinsindən söhbət gedir. Daha doğrusu her son, bax burada bir çaşdırıcı məqam var. Adətən şagirdlər üçün çaşdırıcı məqam olur bu. Her görürlər, deyirlər, herdirsə bizdə her verək, qadınsa qadın verək. Amma burada söhbət her son, onun oğlundan gedir. Her son is disabled. Onun oğlu əlildir. Söhbət oğlandan gedir, oğlan cinsindən gedir. Ona görə her yox, cavab B variantı him verəcək. 6-cı sualda yenə nöqtədən əvvəl ask feil gəlib, feildən sonra obyektal olacaq. Y variantı zeyr asılı formadır, obyektal deyil. D variantı Z adlı haldır. A, B və C variantı qalır əlimizdə. Əvvəldə söhbət these children, bu uşaqlar are hungry, acdılar. Uşaqlardan söhbət gedir. Let's ask them, gəlin soruşaq onlardan, müraciət edək onlara, nahar etsinlər bizimlə. Yəni burada bizim bu nöqtəni yerinə verəcəyimiz əvvəldəki isim olan children əvəzləyəcək. Children cəm olduğuna görə him. Təkdə o deyə verə bilmərik. A və B variantı qalır. Və ikinci nöqtədən də əvvəl with sözünü var. Sözünüdən sonra obyektal gələcək. We adlı hal olduğuna görə gedir. Cavab qalır A variantı. 7-ci sualda baxırıq ki, yenə nöqtədən əvvəl feil gəlib, feildən sonra obyektal gəlməlidir. A və asılıdır, I, Z adlıqdır, my asılıdır. D variantı mi obyektaldır. 8-ci sualda yenə sözündən sonra obyektal gəlməlidir. Z obyektal deyil, A və asılıdır. A variantında we ilə D variantındakı I adlı haldır. Cavab qalır C variantı as. 9-cu sualda yenə nöqtədən əvvəl respect, hörmət etmək feil var. Feildən sonra obyektal olmalıdır. I adlıqdır, he adlıqdır. A, B, Y variantı qalır əlimizdə. Əvvəldə söhbət kimdən gedir? My grandfather is a wise man. Mənim babam müdrik kişidir. Hər kəs hörmət edir ona. Yəni babam kişi cinsinə məxsus olduğuna görə cavab qalır B variantı him. Bilirik ki, her qadın cinsidir. Mi də məni və ya mənə deməkdir. Məndən söhbət getmir burada. 10-cu sualda yenə sözünü var. Of sözünüdən sonra obyektal gəlməlidir. C, B, D variantı gedir. Obyektallar A və Y variantıdır. Əvvəldə my students are diligent. Mənim şagirdlərim çalışqandır. And I'm proud of. Mən fəxr edirəm onlarla. Şagirdlər və ya tələbələr burada cəm olduğuna görə him yox, zəm verəcək Y variantı. 11-ci sualda baxırıq. 11-ci sual əldə sualdır. Yəni burada biz baxırıq ki, polis burada deməli mübtəda vəzifəsində işlənir. Biz mübtəda vəzifəsində mübtədanı əvəz edərkən ona adlıq hal veririk. Baxıram ki, bütün variantlarda birinci nöqtənin yerinə, birinci polisin yerinə veriləcək namizədlər hamısı adlı haldadır. Amma polis bilirik ki, biz isim mövzusundan bilirik ki, topluluq bildirən əsasən 4 dənə isim var. Gentry, cattle, poultry, polis. Bunlar
S-lə cəmlənməsə də, kökündən cəmlənməsə də mənasına görə, topluluq bildirdiyinə görə cəm isimlər hesab olunur. Yəni polisi biz he ilə yox, Z ilə əvəzləyəcəyik. Cəm isim olduğuna görə. İkinci altına xətt çəkilmiş söz the witness şahid deməkdir. Şahid, yəni bu sözdən əvvəl asked feil gəldiyinə görə feildən sonra hansı hal gəlir? Obyekt hal. Deməli the witness burada obyekt haldadır. Biz onu əvəz edərkən obyekt halına əvəz edəcəyik. The witness də təkdə işlənib, cəmdə deyil. Yəni burada məsələn cəmdir D variantında. The witnesses olsaydı, bilirik ki, sonu isim mövzusuna bilirik ki, sonu qoşa s-lə bitən sözlər cəm yox, təkdədir. Çaşdırmasın bizi. Witnesses əlavə bir s şəkilçisi qoşulsaydı, onda cəm olardı. Amma lakin burada təkdə olduğuna görə D variantı gedir. A və B variantı qalır. Təbii ki, biz witness-i obyekt halda verəcəyik, amma A variantındakı he obyekt yox, adlıqdır. Olmaz. Cavab qalır B variantı. 12-ci sualda, deməli 12-ci sualda da nöqtədən əvvəl yenə read burada feilimiz var. Feildən sonra obyekt hal gəlməlidir. D variantı asılı formadır. A variantı adlıq haldır. B, Y, C variantı qalır əlimizdə. Əvvəldə baxırıq kimdən danışır. I have lent Tom several books. Mən Toma borc verdim bir neçə kitab. Amma o oxumayıb onları. Yəni əvvəldəki isim. Hətta tərcümə eləməsəz belə nöqtədən əvvəldəki ismi axtarırıq. İsim booksdur, cəmdədir. Cəmdədirsə him, kişi cinsi və ya it təkdə verə bilmərik. Ona görə cəmdədirsə cəm verəcəyik. Cavab B variantı. 13-cü sualda nöqtədən sonra works işləmək, xəbər gəlib. Xəbərdən əvvəl təbii ki, burada mübtəda verməliyik. İngilis dilində cümlə ardıcılığı bunu bizdən tələb edir ki, mübtəda xəbər ilə başlamalıyıq. Cavablardakı variantlar hamısı mübtəda, yəni adlıq haldadır. Lakin burada baxırıq ki, bizim xəbərimiz works, S var sonunda, yəni təkdədir. Bilirik ki, ismin sonuna S qoyduqda cəm olur, amma feilin, xəbərin sonunda S olduqda tək hesab olunur. Deməli, bizim mübtədamız da tək olmalıdır. They və we cəm xəbər tələb edən şəxs əvəzlikləridir. Ona görə A və D variantı gedir. Qalır B, C, Y variantı. Burada da works as a waitress, yenə waitress. Biraz əvvəl gördüyümüz kimi actress kimi. Sonu ES-sı ilə bitənlər əsasən, sonu ES-sı ilə bitən peşə adları əsasən qadın cinsinə aid olduğuna görə biz nə he, nə də cansız she qadın cinsi. She works as a waitress. O işləyir qadın ofisant, yəni ofisant kimi in a local restaurant, yerli restoranda. Cavab C. 14-cü sualda birinci tərəfdə biraz əvvəl izah etdiyimiz kimi the actor kişi cinsidir, the actress isə qadın cinsinə məxsus olan peşədir. Actor mübtəda vəzifəsində işləndiyinə görə biz adlıq hal verəcəyik. A variantındakı him obyektdir və actor kişi cinsi olduğuna görə she qadını deməli D variantını atacağıq. Cavab qalır B, C, Y. İkinci tərəfdə actress qadın cinsidir. Ona görə və təkdədir actress. Yenə deyirəm, sonu qoşu s-lə bitənlər təkdə hesab olunur. Ona görə Y variantı zem atacaq və actress burada özündən əvvəl with sözünü gəlib. Sözünüdən sonra obyekt hal gəlir. She obyekt hal deyil. Obyekt hal C variantıdır. Cavab C. Ona görə də testləri həll edərkən adlıq hal hansılardır, obyekt hal hansılardır, bunu artıq siz əzbər bilməlisiniz. 15-ci sualda are xəbərdə bilirik ki, to be, yəni əmizar was were xəbər hesab olunur cümlədə. Xəbərdən əvvəl nə gəlir? Mübtəda. Mübtəda vəzifəsində biz nə verməliyik? Yəni bu ifadəni əvəz edərkən nə verməliyik? Adlıq hal. Baxıram ki, C variantındakı zem obyekt haldı getdi. Windows of the room. Biz isim mövzusu keçəndə deyirik ki, iki isim yanaşı gələndə ikinci önəmli hesab olunur. Amma iki ismin arasında of və ya digər sözünlər də ola bilər. Varsa sözünüdən əvvəlki isim daha önəmli hesab olunur. Yəni burada Windows cəmdə olduğuna görə it verə bilmərik, Z-lə əvəzləyəcəyik. İkinci nöqtə, yəni daha doğrusu nöqtədən əvvəl clean feil gəldiyinə görə feildən sonra obyekt hal gəlməlidir. D variantındakı Z adlıq haldır. Y variantındakı it asılı və ya müstəqil formadır. Yəni obyekt hal deyil. Cavab qalır A variantı. 16-cı sualda deməli for sözünüdür. Sözünüdən sonra obyekt hal gəlir. A-dakı he, Y-dəki she, C-dəki we. Bunlar adlıq haldır, olmaz. B və D variantı qalır. İkinci nöqtədən əvvəl nöqtə var. Yəni burada artıq ikinci nöqtə yeni cümlənin başlanğıcıdır. Yəni mübtədadır. Mübtəda vəzifəsində adlıq hal verməliyik. B variantındakı zem obyektdir. Y variantında her obyekt və ya asılı formadır. Cavab qalır D variantı. Ay adlıq hal, mi obyekt hal. 17-ci sual maraqlı sualdır. 17-ci sualda yenə are xəbərdir. Xəbərdən əvvəl mübtəda gəlməlidir. Mübtəda vəzifəsində adlıq hal işlənir. Baxırıq ki, cavabda verilən variantlardan hamısı adlıq haldadır. Xəbərə baxırıq. Are xəbər olaraq cəm xəbərdir. She ilə are yox, she is olur. He are yox, he is olur. Yəni tək xəbər işlənir. Digər you, they, we isə doğru variantdır qrammatika baxımından. Tərcümə isə bizdən nə tələb edir? Burada tam tərcümə etsək,
are a good worker. A good sən yaxşı işçisən və ya yaxşı işçi, bir yaxşı işçi. Burada e artikli var. Bilirik ki, e artikli tək şəxsi bildirir, yəni təkliyi bildirir. A good worker dedikdə bir yaxşı işçidən söhbət gedir. Təbii ki, burada they qoysaq, onlar bir yaxşı işçidir mənası çıxır və ya biz mənası çıxır. Amma you həm siz, həm də sən demək olduğundan you are a good worker, sən yaxşı işçisən mənasında doğru ola bilər. Cavab D variantı. 18-ci sualda of sözünüdür. Sözünüdən sonra obyektal gəlməlidir. She obyektal deyil və əvvəldə söhbət uşaqdan gedir. Uşaq deyir, ağlayır. Please, zəhmət olmasa take care of. Zəhmət olmasa onun qayğısına qal. Uşaq canlı olduğuna görə it cansızla təyin edə bilmərik. Her və ya him. Yəni ya uşaq kişi cinsindədirsə him uyğundur, qadın cinsindədirsə her uyğundur. Hər ikisi ola bilər. 2, 3 variantımız D variantı. 19-cu sualda now feildir. Feildən sonra obyektal gəlməlidir. He, she, he. Bunlar adlı haldır, olmaz. İkinci nöqtə isə yeni cümlənin başlanğıcıdır və ya is xəbərdir. Xəbərdən əvvəl gəlib, xəbərdən əvvəl mübtəda gəlir. Mübtəda vəzifəsində də adlı hal olmalıdır. He, they hər ikisi adlı haldır, amma they ilə is olmaz. They are olur. Ona görə he is cavab B variantı. 20-ci sualda da sonuncu sualımızdır, sınaq 30-da. 20-ci sualda nöqtədən əvvəl so feil gəlib, feildən sonra obyektal işlənməlidir. Obyektal, we obyektal deyil, Z obyektal deyil, I obyektal deyil. Qalır 1-3, Y variantı. Bu qədər. Təşəkkürlər, diqqətiniz üçün.